Türkiyədə bax belənki bu təxribatçı demək olar da. Belənki bu məmurlar var, siyasətçidir, jurnalistlərdir. Azərbaycana qarşı deməli danışırlar. Nə danışırlar? Oturublar məclisdə qışqıra-qışqıra, emosiya ilə biri çıxıb deyir ki, Azərbaycanı biz xilas etdik. düzdür 92-də Elçi bəyə biz deməli vertolyot istədilər, vermədik, düzgün eləmədik, amma 2000-ci ildə bizim F-16'lar gəldilər. Bu bir. İkincisi tank, top, tüfəng, əskərimiz gəldi. Aldıq Qarabağı, verdik Azərbaycana. Ata bu nə sözdür, bu nə düşüncədir. Bu mən inanmıram o türk ola elən ki danışa. Birinci ay alçaqdan olan o 3000 şəhidi siz öldürmüşsünüz, onda elə çıxır. Hani orada bizim əskərlər şəhid döyüşürlər. Bəli, qardaşıya silah verməli idi, silah aldı. İsrail verib silah, xarici ölkələrdən silah almışıq. Silahla, bəli, döyüşmüşük. Amma sənin F-16'ların gəlib başımızın üstündə hərlənib gedibdir, sağ olsunlar. Amma döyüşdə iştirak etməyibdir. Sən bu nə sözdür? Deyir, Qarabağı aldıq, verdik. Bu nə sözdür? Bilirsiniz, o dünyada deməli başqa ölkələr baxırlar, fikir verirlər. Deyirlər, ay kişi, bunlar Türk gəlib torpaq alıb Qarabağı veribdir. Bilirsiniz bu nə deməkdir? Elə bir ki, bu Azərbaycan milləti, deməli Türk milləti, həmin öz qardaş milləti. Elə bir ki, yazıq, qorxaq, qaçıblar eləyirlər. Gör bizi nə qədər aşağılayır. 3000 şəhid verib bizim qardaşım. Ay alçaq, bu kimdir bunu? Bu dövlət başçıları baxmırlar. Bu nələr danışırlar oturub bizdən. Bu bir. İkincisi, dünya qarşısında bu nə deməkdir? Bütün dünya baxır, deməli bunlar başqa millətdir. Sənin türk, birinci, mən hələ qoymuram bu Azərbaycan türkünü. Bu torpaq, bütün torpaq, Turan, Özbəkdir, Qazaxstandır, Azərbaycan, Türkiyə, Qırğızstandır, bütün türk dünyası. Bu bir torpaqdır, sənin borcundur, mənim borcumdur. Hamımızın borcudur. Bir şey olanda orada döyüşürük, torpağı azad edirsən düşmandan. Yəni, sabah sən gedib Özbəkistanda döyüşəndə deyərsən ki, biz gəldik, Özbəkləri azad elədik. Ya Özbək gəlib deyəcək Azərbaycana, dəlisiniz, nələr səfeysiniz? Yaxşı, ermənidən olanlar, mən bilməm, bunlara necə söyüş də getmir, çatmır. Alçaq, sənin üzüyə Nəriman Nərimanov Atatürk xahiş elədi, dedi ki, bizə kömək eləyir. Nərimanov 500 kilo qızı yanacaq, qatarla, tonlar, milyon tonlarla yanacaq göndərib o çətin vaxtda, o Rusun o girəcək vaxtındakı Rusları, sizin o erməni generalları ordunuzda qulluq edən, onlar satdılar Bakını. Nərimanov kömək elədi Atatürkə, nədir üzə vurur? Sarıqamışda, Çanaqqalada kimlər döyüşüblər? Qardaşlarınız döyüşüb da, Azərbaycandan gəldilər, döyüşdülər. Qardaşına, Türk qardaşına kömək edir də. Burada nə var? Öz torpağımızdır da, Türkiyə, Azərbaycan bu bir torpaqdır, Qazaxstandır, Özbəkistan. Bir torpaqdır, kül başımıza sizin. Kül başımıza, bunun Fransızın zadın qabağında, Avropanın qabağında nə danışırlardı, danışırsınız. Biz azad elədik. Nəyi azad edibsən? Sən düşmanla borcundur. Öz torpağı azad edibsən. Öz düşmanından vuruşursan, ümumi düşmandır da bu. Gəlib döyüşür da. Bu nə deməli sözdür? Gəldik torpağı aldıq, verdik, nədir? Nə kimə verdin? Gəlib torpağınızı azad eləmişsiniz da. Burada Özbək də olmalıdır, Qazax da olmalıdır. Deməli, sabah gedib Qazaxstanda Azərbaycan ordusu döyüşdə deyəcək, ay Qazaxlar, biz sizə torpaq aldıq, verdik. Kül, alçaqlar, ay səfihlər. Çanaqqaladır, Sarıqamışdır, Nəriman Nərimanovun köməyi biz heç vaxt onun yada da eləmirik. Niyə? Bizim borcumuzdur. Bizim torpağıdır. Türkiyə, Türkiyədə də biz
kömək də eləyirik. Zəlzələ vaxtı da kömək eləyirik. Nə bilim, yandı, nə də olsa Türkiyə döyüşsə də, kimlənsə hardasa Türkiyə dövlətinə kimsə, Azərbaycan ordadır, Qazaxıstan ordadır. Yəni bu bizim bir dövlətimizdir. Problemayıza baxın, bu Uyğur türklərinin problemasına bax gör. Ay səfehlər. Amerikada Uyğur nümayəndəsi Amerikadan kömək istəyir ki, bizi Çinləşdirirlər. 200-dən çox milyon türkü Çinləşdirib yazırlar 20 milyondur, sayını azaldırlar. Kömək istəyir, baxın. Amerikada oturub Uyğur nümayəndəsi qadın ki, bizi Çinlər Çinləşdirir. Bunu da qızıdır, bax. Uyğur qızı zorla Çin oğlana ərə verirlər. Gördün, problemayız budur. Problema Tataristandır, başlayırdı. Rusiyanın Sibiri buraxmalıdır. Bundan danışın. Gəlib durub gör nə ilə danışır. Alçaqlar. Bütün Özbəkdir, Qazaxıstandır, Qırğızstandır, bütün Turan dövlətləri Çin deməli Çinin başçısına demək lazımdır. Niyə demirsiniz? Deməlisiniz də Çin başçısı. Bu nədir bu? Niyə millətdir? Budur problema. Hamımız dostsunuz Çin deməli başçısı ilə. Xi Jinpingdir. Onunla dostsunuz da deyin də, bir Tokayev də deməlidir, Mirziyoyev də deməlidir, Erdoğan da deməlidir, hamımız deməlisiniz ki, biz deməliyik. Bu necə olur, nəyə görə, neyini Uyğur sənə? Budur problema, yoxsa durublar. Qarabağda nə işiniz var? Qarabağın adını siz bütün dünyaya pis fikir deməli yeridirsiniz ki, başqa dövlət gəlib deməli erməni ilə döyüşür. Başqa dövlət nədir? Başqa millətdir. Türk özü öz ərazisini Türkün borcudur. Harda gəldi, orada azad eləmək, döyüşmək. Amma Türk əskəri olmuyor baxır. Olubdur, Azərbaycanlar silah, Türkün silahı olub, İsrail silahı olubdur, başqa ölkələrin silahı olubdur. Döyüşmüşük. Nə var? Siz indi bunu götürüb qəsdlə, bu alçaqlar oturub görün nələr danışırlar, alçaqlar, satqınlar. Bilmirəm, bunun dövlət başçıları yəni bunun haqqında baxıb bir tədbir görməlidirlər. Sözüm yoxdur.